Bir daha hər vaxtınız xeyir olsun. Finalda çox maraqlı bir qarşılaşma keçdi. Düşünürəm ki, mübarizə dolu bir oyun izlədik. Sözü də verim ilk öncə çempionatın rəhbəri Xəlqan İlallıya. Mən də bir daha komandaları təbrik edirəm, hər iki komandanı. Hər iki komanda bugün yaxşı mübarizə apardı. Həm çempionlar təbrik edirəm, həm ikinci yeri. İnşallah ki, növbəti mövsümlərdə də hər iki komanda fərqi yoxdur, hansı turnirdə iştirak edir eləsin. Həmişə qalib gələrlər, həmişə belə maraqlı oyunlarla bizi sevindirərlər. Birinci, ilk olaraq ikinci yerdə komanda gedən komandanı dəvət eləyə, bir medalların verək onların. Başda rahib olmağına hamımızı təbrik edirəm. Buyurun. Çempionları təqdim edəcəyəm, ondan öncə istəyirəm ikinci yeri təqdim edək. Hansı ki, Spartak Bakı komandası bu mövsüm çox yaxşı çıxış etdilər. Finala qədər vəsiqə qazandılar. Onlar üçün ilk öncə bir alqış sədaları altında da məhz onları dəvət edir. Firudin Nəsibov yaxınlaşır. Təbrik edirik. Təbriklər. Hacı Rüssəmov komandanın ən inamlı oyuncularından biriydi. Təbrik edirik. Rəhman Qurbanov komandanın ən gənc oyuncusu. Akşin Qurbanlı hər zaman texnikası ilə fərqlənən bir oyuncu. Salman Cəfərov liqada bombardir oldu. Kubokda da, finalda da fərqləndi, amma komandanın məğlubiyyətdən xilas etmək mümkün olmadı. Rafiq Həsənov, o kiper, təcrübəli qapıcı. Azər Gerayev. Heydər Gerayev. Və kapitan gəlir Raif Qurbanov. Spartak Bakı komandasının kapitanı. Bəli, indi turnirin ən yaxşı qapıcısı İlkin Əzizov. Təbrik edirəm. İndi isə çempionları dəvət edəcəyik. Həm Top Əvəzkar Liqanın çempionu, həm də Kubokun çempionu Penya Baku! 1-1 dəvət edək. Coşqun gəlir. Finalda da inamlı oyunu ilə fərqləndi. Ülvi Sarıyev. Vüqar Rəhimov. Kubokda finalda da fərqlənməyə bacardı. Təbriklər. Təbriklər. Təbrik edirik. Sonda isə iki kapitan Nicat Baxşiyev və Emin Əliyev. İki kubokları var. Hərəsi bir kubokla.
Bəli, yanımızda Rahib Qurbanovdur. Top Əvəzkar Liqa Kubokunda finala qədər gəlib çıxmağı bacardılar. Çox yaxşı, inamlı oyunları ilə fərqləndilər. Finalda məğlub oldular, amma sözü verəcəyim Rahib Qurbanova. Komandamız yaxşı hazırlaşmışdı final oyununa. Düzdür, rəqib bizdən biraz güclü idi. Müdafiədə olan səhvlərimiz ucbatından uduzduq. Bunu ikinci yerdə yaxşı nailiyyətdir. Çox komanda var idi. 16 komandanın içində ikinci yer çıxmaq böyük nailiyyətdir. Rəqibə də təbrik edirəm rəqibi. Öz komandamıza da uğurlar. İnşallah gələn çempionatlarda çempion olarıq. İnşallah. Təbrik edirik, uğurlar arzu edirik. Yanımızda Emin Əliyevdir, Peynəbako komandasının kapitanı. Top Əvəzkar Liqanın çempionu oldular. Həmçinin bugün kubokda final oynadınız və finalda da hat-trick etdin. Sözü sənə verəcəm. Öz təəssüratlarını bizlərlə bölüş. Ümumiyyətlə çempionatın təşkilatına görə ilk növbədə hamıya minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan da çox maraqlı bir çempionatdır. Ümid edirik ki, get-gedə bundan da səviyyə olacaqdır hər şey və çempionat daha da maraqlı olacaqdır. Bugünkü rəqibimiz də doğrudan da çox qəşəng komandadır. Neçə il ərzində bu komandaya rastlaşırıq. Səhv eləmirəmsə keçən il çempionlar da məhz bunlardır. Ona görə keçən ildən bəri belə deyək, bizim öz derbimiz var, öz rəqabətimiz var və çox maraqlı olur həmişə. Və bu gün də yəni doğrudan da çox ağır oyun oldu. Yəni onlar da var güclərini qoydu, biz də var gücümüzü qoyduq. Futboldur da bu sadəcə olaraq. Bugün biz yüzlü olduq və buna görə də yəni öz uşaqlarımızı təbrik edirəm, rəqibə də minnətdarlığımı bildirirəm. Güclü olduğunuz qələbə də sizdən oldu. Biz də sizi bir daha təbrik edirik.